Dairənin sahəsi. Dairənin sahəsini bax burada şəkildə göstərdiyi kimi təcrübə aparaq. Yəni bu dairəni 2 hissəyə bölüb, sonra həmin böldüyümüz hissələri bax bu şəkildə hissələrə kəssək və o açanda təxmini onları iç-içə qoyduqda düzbucaqlı əmələ gətirir. Ona görə də dairənin sahəsi elə bu düzbucaqlığın uzunluğu pi olur. Çünki yarım çevrənin uzunluğu olacaq. Bu hissəsi də yəni eni də radius olur. Onda sahəni tapanda pi-ri vururuq r-ə. Ona görə dairənin sahə düsturu olur. S bərabərdir pi r kvadratı. Burada r radiusdur. Pi də yenə təqribən 3,14-ə bərabər. Biz bilirik ki, radius bərabərdir diametr bölünsün 2. Ona görə biz həmin düsturu pi d kvadratı böl 4 şəklində, yəni pi d kvadratı bölünsün 4 kimi də istifadə edə bilərik. Çalışmalara baxaq yenə. Radiusu və ya diametri verilmiş dairənin sahəsini tapın. Pini də təqribən 3,14 kimi götürün deyir. Burada A bəndində diametr verildiyinə görə bizim sahə düsturumuz pi r kvadratı. Bundan istifadə etsək, deməli radius bərabər olur 10-u bölürük 2-yə, 5-ə. Onda sahə bərabər olur pi vurulsun 5-in kvadratına, yəni 25 pi. O da təqribən 25-i vururuq 3,14-ə. Bu da təqribən 78,5. B bəndində radius 3-dür. Onda S bərabərdir pi vurulsun 3-ün kvadratı. Yəni 9 pi. O da təqribi bərabərdir 9 vurulsun 3,14-ə. 20-si təqribən 28,26. C'də yenə radiusdur 9. Onda S bərabərdir pi vurulsun 9-un kvadratı. Yəni 81 pi. Bu da təqribi bərabərdir 81 vurulsun 3,14-ə. Bu da edir təqribən 254,34. D bəndində diametr olduğuna görə radius bərabərdir 0,6-nı 2-yə bölsək 0,3. Da sahə bərabərdir pi vurulsun 0,3-ün kvadratı. Yəni pi vurulsun 0,9. O da təqribən 3,14 vurulsun 0,9. O da təqribən 0,102826. Y bəndində yenə radiusdur. S bərabərdir pi r kvadratı. Yəni pi vurulsun 1,5-in kvadratı. Bu da 2,25 pi. Bu da təqribi bərabərdir 2,25 vurulsun 3,14. Bu da edir təqribən 7,65. Rənglənmiş hissənin sahəsini tapın deyir. Deməm, baxırıq. Burada biz rənglənmişin sahəsi, kvadratın sahəsindən bu dairənin sahəsini çıxmadıq. Yəni S rəngli bərabərdir S kvadrat çıxılsın S dairə. Kvadratın sahəsi tərəfin kvadratıdır. Yəni 8-in kvadratı 64. Dairənin sahəsi isə pi r kvadratı. Bu da baxın, elə bu kvadratın tərəfidir, diametr. Ona görə radius olacaq 4-ə. Yəni təqribən 3,14. Hətta %1-lərə qədər deyir deyə təqribi belə götürək qiymətini. R kvadratı da radiusu 4-dür deyə 4-ün kvadratı 16. Bu da təqribən bərabərdir. Demək 3,5 vurulsun 16. Təqribən 50,264. Cavabı %1-lərə qədər yuvarlaqlaşdırsaq, onda bir, amma son cavabımız yuvarlaq. Onda S
rəngli bərabər olur kvadrat. 64-dən çıxırıq 50 tam, indi 264-dür. Bu da təqribən 13 tam 1736 edir. Onda %1'lərə qədər də yuvarlaqlaşdırsaq, bu da təqribi 13 tam %74. B bəndində demək 2 dənə dairədir. Onda biz böyük dairədən bu içəridəki kiçik dairənin sahəsini çıxsaq, rənglənmiş hissənin sahəsini almış olarıq. Onda deməli yazaq. Birinci S böyük bərabərdir. Baxın, böyük burada qeyd edib görürsünüz. Bunun diametri 20-dir. Onda onun radiusu bərabər olacaq 10-a. Yenə pi r kvadratı ilə həll etsək, 3 tam, bu da təqribi 3 tam %14 vurulsun 10'un kvadratı. Yəni 3 tam %14 vurulsun 100, bu da edər 314. Kiçik isə kiçiyin radiusunu verib, onda pi vurulsun 6'nın kvadratı. Yəni bu da təqribi bərabərdir 3 tam %14 vurulsun 36'ya. Bu da təqribən edir 113 tam %4. Onda S rəngli bərabərdir. S böyük çıxılsın S kiçik. Böyük 314 113 tam %4. O da bərabərdir. Bu da təqribi 200 tam %96. Bu da təqribən elə 200 tam %96 edir. C bəndində yenə rəngli hissənin sahəsini istəyir. Deməli, dairənin sahəsindən biz bu düzbucaqlının sahəsini çıxsaq, rənglinin sahəsini almış olarıq. S rəngli bərabərdir. Demək, dairənin sahəsi, bax burada görürsünüz, burada kənardan göstərib ki, bunun diametri 26'dır. Onda radius bərabərdir 13'ə. S dairə bərabərdir pi vurulsun 13'ün kvadratı. Yəni pi vurulsun 169. O da təqribi bərabərdir 3 tam %14'ü vururuq 169'a. Da təqribən bərabərdir 530 tam %66'ya. S düzbucaqlı bərabərdir. Bunun eni 10'dur, uzunluğu 24'dür. Yəni 24'ü vururuq 10'a, 240'a. Onda S rəngli bərabərdir dairədən, yəni 530 tam %66'dan çıxırıq 240'ı. O da bərabərdir 530 tam %66, 240'ı da çıxdıq 290 tam %66. D bəndində isə düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapsaq, S düz üçbucaq bərabərdir 3 vurulsun 4 bölünsün 2 katetlər hasilinin yarısı, bu oldu 6. Dairənin radiusunu 1 verib. Onda S dairə bərabərdir pi r kvadratı, yəni pi vurulsun 1'in kvadratı. O da təqribən 3 tam %14 vur 1, yəni təqribi bərabərdir 3 tam %14'ə. Onda S rəngli bərabərdir 3 bucaqdan çıxırıq dairənin sahəsini. Yəni 6'dan çıxırıq 3 tam %14'ü. O da bərabərdir 2 tam %86. Velosiped təkərinin radiusu 28 cm. Təkər bir tam dövr deyirləndikdə nə qədər məsafə qət edir? Bax, bu təkər bir tam dövr elədikdə öz çevrəsinin uzunluğu qədər yol getmiş olacaq. Deməli, bunu biz nə qədər məsafə qət edər tapmaq üçün
həmin təkərin çevrəsinin uzunluğunu tapmağımız kifayətdir. O da bərabərdir 2 pi r-ə 2 pi r bərabərdir. 2 vurulsun. Pi-ni təqribən 3,14 götürür. Radius da 28'dir. Yəni biz bunu hesablayırıq. 2 vurulsun 3,14 vurulsun 28. Bu da təqribən 175,84. Cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Təklikdə bu. Bu da təqribən edəcək 176. Yəni təkər bir tam dövr deyirləndikdə 176 santimetr məsafə qət edər. Bunda yazırıq santimetr. Gəldi növbəti. Diametri 4 olan dairəvi çardağın döşəməsini rəngləmək üçün deməli diametrimiz D bərabərdir 4. Rəngləmək tələb olunur. Bir kvadrat rəngləmək istəyirsə, deməli biz bunun sahəsini tapmalıyıq. Yəni bu dairəvi formadadırsa, pi r kvadratı, buradan radius bərabərdir 2-yə. Deməli bu da təqribi bərabərdir 3,14 vurulsun 2-nin kvadratı, yəni təqribən 3,14 vurulsun 4-ə. 3,14-ü də 4-ə vurduq, təqribən 12,56. Bu deməli çardağın döşəməsinin sahəsini tapdıq. İndi deyir 1 kvadrat metr sahəyə 0,115 kiloqram boya. Bizdə də 12,56-dır. 12,56-nı vururuq 0,15-ə. O da bərabərdir 1,884. 2 dəfə rəngləmək üçün, bu bir dəfə rəngləmək üçündür. Onda 1,884-ü də vururuq 2-yə. Bu da 3,768 edir. Bu da deyir 2 dəfə rəng 4 kiloqram boya alındır. Nə qədər boya artıq qalar və ya çatmaz. 3,768 olduğuna görə artıq qalacaq. Ona görə 4-dən də 3,768-i çıxırıq. Bu da təqribən edəcək 0,232 kiloqram. Cavabı mində birlərə qədər yuvarlaqlaşdırın. 10^1, 100^1, 1000^1. Burada niyə 1000^1-ə qədər? Pi-ni kalkulyatorla hesablasaq, o pi-ni təqribən 3,114, 15, yəni bax bu rəqəmləri götürəcəkdir. Biz bunun sağında da rəqəmlər alacaq. Ona görə yuvarlaqlaşdırmaq olacaq. Bunu biz təqribi belə də götürə bilərik. 0,23 kiloqram boya artıq qalar. Deməli, çevrənin yarısı yarım çevrə, dairənin yarısı isə yarım dairə adlanır. Usta yarım çevrə və yarım dairələrdən metal lövhədən rənglənmiş hissəni kəsib çıxartdı. Sahəsi nə qədər olar? Burada deməli yarım dairədir. Bu yarım dairəni hesablamaq üçün dairənin sahəsini hesablayıb 2-yə bölərik. A bəndində radius bərabər olur 10 bölünsün 2-yə 5-ə. Onda sahə bərabərdir pi r kvadratı. O da bərabərdir pi r-i də 5-in kvadratı, yəni 25 pi-yə. Onda yarısı bərabər olacaq. Yəni bu yarım dairə 25 pi-ni bölürük 2-yə. Bu da 12,5 pi-yə. B bəndində rənglənmiş hissəni kəsib bizə nə deyir? Usta yarım çevrə dairələrdən istifadə etmə, metal lövhədən rənglənmiş hissəni kəsib çıxarır. Deməli, rənglənmiş hissəni biz əvvəlcə böyük, bax bu böyük dairənin sahəsini tapmalıyıq. Sonra kiçik dairənin sahəsini ondan çıxacaq. Ya bu yarım bu halqanın elə bir sahəsini tapmış oluruq və onu da 2-yə bölməliyik. Onda S böyük bərabər olur. Baxırıq, böyüyün radiusunu 3 verib deyə pi r kvadratı, yəni 3-ün kvadratı oldu 9 pi. S kiçik bərabərdir. Bunun diametri 4-dür deyə radiusu 2 olacaq. Yəni pi vurulsun 2-nin kvadratı 4 pi.
Onda S rəngli bərabər olacaq 9pi-dən çıxırıq 4pi-ni 5pi-yə. Amma bizdə yarısı olduğuna görə onda S bərabər olur 5pi bölünsün 2-yə, yəni 2 tam onda 5-ə. C bəndində bizə bu rəngli hissəni istəyir də. Baxın, bax, bunun bu hissəsini tamamlasaq, belə. Elə bilin, bax, bunu gətirib qoyduq o hissəyə. Yəni, biz bu düzbucaqlının sahəsindən tam bu dairənin sahəsini çıxsaq, rənglinin sahəsini tapmış olarıq. Onda düzbucaqlının sahəsinin S düzbucaqlı bərabərdir 10 vurulsun 6 olacaq 60. Dairənin sahəsi S dairə bərabər olur pi r kvadratı. Bunun da radiusu diametr 6 dedi. Radiusu 3 olacaq. Pi vurulsun 3-ün kvadratı, yəni 9 piyə. Pinin də qiymətini təqribi qoyub hesablayaq. 9 vurulsun 3 tam %14-ə. Bu da təqribən edir 28 tam %26. Onda S rəngli də bərabər olacaq. 60-dan çıxırıq 28 tam %26-nı. Bu da təqribən 31 tam %74. Və ya da belə edə bilərdik. Bax, düzbucaqlının sahəsindən bu yarım dairəni belə bütöv bu dairəni tapardıq. Digər tərəfdən bu dairənin sahəsini tapardıq. Sonra o dairələrin sahələrini 2-yə bölüb bu düzbucaqlının sahəsindən onları çıxardıq. İndi D bəndində yenə rənglənmiş istəyirdi. Bax, bu bütöv əvvəlcə bu dairənin sahəsini tapaq. Böyük dairə S, böyük dairə bərabər olur. Onun diametri 8-dir, radiusu 4 olacaq. Olur pi r kvadratı. Yəni radiusu 4-dür, 16 pi. Bunu tapdıq. İndi biz bax bu yarımları. Bu da bunun yarısı olduğu 8-in yarısı 4. Yəni bunların diametri 4 oldu. Radiusları da 2-2 olacaq. Bunu da dairəyə tamamlasaq. Bu bir dairəmiz, bu da bir dairə. Onda bu bir dairənin sahəsini tapsaq, S1 yazıram bax buna. Radiusu 2-dir, pi r kvadratı bərabərdir. 2-nin kvadratı da 4 pi olacaq. Digər ikinci isə bərabərdir. Yenə də pi r kvadratına, yəni 4 piyə bərabər olur. Və biz bunların yarısını götürməliyik. Çünki bax, bunlar yarı hissələrdir. Bunun yarısı oldu 2 pi. Bunun da yarısı oldu 2 pi. Deməli biz və bu da böyük dairəmizin də yarısını götürəcəyik 8 pi. Ona görə S rəngli bərabər olur 8 pi-dən, yəni böyük yarım dairədən çıxırıq bu kiçik yarım dairələrin cəmini. O da bərabər olur 8 pi minus 4 piyə, yəni 4 pi. Gülsüm kompüterdə mərkəzləri bir düz xətt üzərində yerləşən 3 yarım çevrədən istifadə etməklə buta təsviri çəkdi. Təsvirin kənarlarını qırmızı rəngdə çəkdi. Qırmızı rəngdə çəkilən xətlərin ümumi uzunluğu nə qədər oldu? Demə, bax, gəlin bunları tamamlayaq. Bir, bu böyük çevrəmiz. Bu böyük çevrənin uzunluğunu tapırıq. Və onu yarıya böləcəyik. Çünki burada deyir yarım çevrələrdən. Onda S, daha doğrusu uzunluğu tapırıq deyəm. S bərabərdir. Buna 1 deyək. Birinci. Bunun radius, diametri olur 6, 8, 14-ün yarısı. Yəni diametri oldu 14. Onda yarısı, yəni radius olacaq 7. Və ya diametrlə də istifadə edib yazarıq. Çünki pi d düsturuna yazsaq. Çevrəsinin uzunluğu olacaq pi d-yə, yəni 14 pi-yə. Bu birincini tapdıq. İndi ikinci bax budur balaca, bu 6 olan.
Bunun diametri 6'dır. Onda diametr bərabərdir 6'ya. İkinci bərabər olur pi d-yə, yəni 6 pi-yə. Digər dairəmiz isə bax budur, diametri 8 olan. Bunu da tamamladım. Onda üçüncü bərabər olur pi d-yə. Diametri 8'dir deyə 8 pi. Bizdən də indi bu qırmızı çəkilən xətlərin ümumi uzunluğunu istəyir. Deməli biz bunların hər birinin yarısını götürməliyik. Bunun yarısı oldu 7 pi. Bunun yarısı oldu 3 pi. Bunun da yarısı oldu 4 pi. Onda qırmızı uzunluq bərabər olur 7 pi üzərinə gəl 3 pi üzərinə gəl 4 pi. Bu da 14 piyə bərabər. Yəni bax bu butanın buta buradaydı. Bunun uzunluğunu tapdıq. Bax bu kənarların uzunluğuydu da. Onlarda da hər birində də yarım çevrələr idi deyə yarım çevrələrin uzunluqları cəmini götürəcək. Bax buradan qeyd edim. Bax bu bir yarım çevrə, bu ikinci yarım çevrəni, bu da digər yarım çevrənin uzunluğu oldu deyə biz həmin yarım çevrələrin uzunluqlarını topladıq. İndi rənglənmiş hissənin sahəsini istəyir bizdən. Burada bizə pi-ni təqribi 3 də verir. Burada yerinə də qoysaq, onda 14 vurulsun 3, 42. Deməli, qırmızı rəngdə çəkilən xətlərin ümumi uzunluğu olacaq 42 santimetr. İndi bizdən bu rənglənmiş hissənin sahəsini istəyir. Biz bax əvvəlcə bu yarım dairənin sahəsini taparıq. Bu yarım dairənin sahəsini tapsaq, onun diametri 14'dür, radiusu 7 olur. Onda S bərabər olur pi r kvadratı, yəni r 49 vurulsun 3. Ya da elə 49 pi yazaq, sonra hamısının pi-nin qiymətlərini yerinə qoyub hesablayarıq. Bu yarım dairəmiz oldu. Bax, bura qədəri. Bu yarım dairəmiz oldu 49 pi. Ondan diametri 6 olan, bax bu yarım dairənin çıxmadıq. Əvvəlcə bunu yarısını da götürək. 49 pi-ni də bölürük 2-yə. Oldu 24,5 pi. İndi bundan biz bu balaca diametri 6 olan, onda radiusu 3 olur. Onun sahəsini tapaq pi r kvadratı, o da bərabərdir 9 pi, amma bunun yarısını çıxmaq. Bunun da yarısı edir 4,5 pi. Yəni bunu çıxsaq, biz artıq bax hələ ki bu hissəni tapmış oluruq. Sonra onun üzərinə də digərini gəlməli. Yəni 24,5 pi-dən çıxırıq 4,5 pi-ni. O da bərabər olur 20 pi-yə. Bu hissəni tapdıq. İndi diametri 8 olan yarım dairənin sahəsini tapaq. Radius 4 olacaq. Onda S bərabərdir 16 pi-yə. Bunun da yarısı olur 8 pi. İndi biz bu 20 pi-nin üzərinə, bax bu hissəni ki rəngləmişik. Bunun üzərinə bu yarım dairəni də gəlməliyik də. Onda 20 pi üzərinə gəl 8 pi. Bu da olur 28 pi. Pi-nin də təqribi qiymətini verib ki 3 götürək. 28-i də vururuq 3-ə. 84 kvadrat santimetr.